Sosial şəbəkələrdə geniş yayılmış suallardan biri də insulin direncini dərman olmadan qırmaq mümkündürmü? Bu haqda danışmaq istəyirəm. Əlbəttə ki, insulin orqanizmdə çox vacib olan bir hormondur. Lakin müxtəlif problemlərə bağlı, əsasən də fiziki aktivliyin aşağı olması, qidalanma vərdişlərimizin düzgün olmaması, daha çox rəfinə olmuş qidalardan istifadə və yanaşı da əgər irsi faktorları varsa, zaman-zaman bu insulin hormonuna qarşı bədəndə rezistentlik yaranır, müqavimət yaranır və o öz işini tamamilə görə bilmir. Qanda daxil olan yüksək miqdarda olan şəkər pi depoları şəklində toplanmağa başlayır və pasient bununla da çəki artırır. Bunu bəs hər zamanmı dərman müalicəsi etmək lazımdır? Əlbəttə ki, yox. İlk öncə hər zaman pasientlərə dediyimiz həkimə qədər olan tədbirlərdir. Biz sağlam qidalanmağa başlayarıqsa və qidamızdan rəfinə olmuş şəkəri, süni şəkəri, karbohidrat saxlayan çoxsaylı qidaların miqdarını çıxardarıqsa, azaldarıqsa, bu zaman insulinin həddən artıq ifrazında qarşısını almış olarıq. Yanaşı olaraq sağlam qidalanmaya, zülalın bizi gün ərzində tox saxlayacaq zülalın əlavə olunması, lifli qidalar əlavə olunması bizim daha çox mədə-bağırsaq funksiyamızın yaxşılaşmasına və insulin səviyyələrinin, qan şəkər səviyyələrinin dalğalanmamasına gətirib çıxaracaq ki, pasient də bu zaman özünü daha tox, daha rahat hiss edəcək və əsmə, titrəmə, halsızlıq, diqqət pozulması kimi əlamətlərin daha az olması ilə özünü göstərəcək. Yanaşı olaraq tək pəhrizlə nəticə əldə edə bilmədiyimiz üçün mütləq fiziki aktiv olmamız lazımdır. Fiziki aktivlik daha çox əzələ kütləsinin artırılmasına yönlənmiş olmalıdır. Daha çox piyada gəzmək, kardio tip hərəkətlər etmək, üzmək, yüngül qaçış kimi idman növləri ilə biz gündəlik insulin səviyyələrimizi və qan şəkər səviyyələrimizi nəzarətdə saxlaya bilərik. Bu sadə tədbirlərlə insulin direncini qırmaq və dərman istifadə etmədən özümüzü daha yaxşı hiss edərək gələcəyin diabetli pasiyenti olmasından qorumuş olarıq. Bu videonu bəyənməyi, paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.